Mən bunu yəni eşidəndə həqiqətən şoka düşdüm ki, Azərbaycanda necə belə bir şey ola bilər. Bacılar gedir tort kursuna, müəllim burada durur, tələbələr də orada durur. Müəllim burada eləyir, belə aşağı baxır, öz-özünə nəsə danışır. Onlar da yazıqlar orada baxır və əlini heç nə vurmurlar. 10-20 nəfər arası orada bir nəfər nəsə edir, o da kömək məqsədi ilə və s. Şoka düşürüm ki, bəs bunlar əlini bu qaymağa, bıçağa, şibat edir, sıvaq eləməyib, dərsdə heç nə eləməyəndən sonra bunu necə öyrənməliyəm? Mən maşın sürməyi necə qıraqda durub, kimsə maşın sürür, hə ona baxın öyrənə bilərəm. Öyrənə bilərəm. Əlbəttə yox. Ay bacı, əgər sən pul qazanmaq istəyirsənsə və bunun üçün tort kursuna gedirsənsə, soruş ki, ay filan yer, ora gəlsin, praktik eləyəcəm, hər dərs. Əgər onlar desələr ki, hə, hər dərs praktik eləyəsənsə, o kursa git. Amma bir şey də soruş ki, orada təqdimat, sosial şəbəkə dərsləri var ya, yoxsa getmək mənası yox. Yox, əgər o sənə desələr ki, yox, bizdə praktika yoxdur, müəllim eləyəcək, siz baxacaqsınızsa, onda birinci, hərfləmə kimi çıxmasın, bu kurs apar tulladır.